Sizi bir sürpriz gözləyir. Və bizə təqdim edilən mətnlərdən birincisi bədii üslubdadır. Bədii üslubda olan mətnlərdə məsələn adi bir cümlə verir. Gözlerinin dokundu her mekan memleketim bakıverdi. Sual budayısı deyir ki, verilən cümləni üsluba uyğun zənginləşdir. Baxırsan ki, bu sual birinci mətndədir. O zaman bədii üsluba uyğun necə zənginləşdirərik? Qısaca, məcazilik artırır. Yəni, məcazi mənalı hər hansı ifadə, söz birləşmə. Məsələn, mən bu fərdə necə gedərəm? Bir göz qırpımında getdim, yıldırım sürəti ilə getdim. Düzdür? Bu belə. Uşaqların çaşdığı yer nədir? Vəziyyətimiz ağırdır. Nə edək? Deyir ki, müəllim, mən bu fərdə addımladım, olarmı? Yox. Qaçdım, olarmı? Olmaz. Yox, məcazi olsa belə olmaz. Sənə demir ki, getdim sözünü dəyiş. Sana deyir ki, bu yazıqlar yerində qalsın. Bunların əvvəlinə hər hansı bir məcazi mənalı ifadə